İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruh. Ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Amma ba'du fe inne asdaqal hadisi kelamullah. Ve hayral hediye hediyu Muhammedin sallallahu aleyhi ve sellem ve şerrel umuri muhtesatuhâ. فَاِنَّ كُلَّ مُحْتَثَةٍ بِدَعَةٍ وَكُلَّ بِدَعَةٍ ضَلَالَةٍ وَكُلَّ ضَلَالَةٍ فِي النَّارِ. Aziz kardeşler, geçen derste mühim bir mevzuya başladık. O da Allahu Teala'nın nazil ettiğinden başka bir şeyle hüküm vermek, onun hükmü ve hemin mevzu barədə nazil olan ayelerin mənası ve hemin ayelerin mənasında alimlərin bəzi sözləri və həmçinin də ən əsası da İbn Abbas radiyallahu anhumanın həmin ayəyə verdiyi təfsir. Və biz həmin ayədə ilk öncə götürmüşdük ki, ən mühüm məsələlərdən ki, bu ayə özündə iki dənə ümumiliyi əhatə edir. Bu ayə özündə iki dənə ümumiliyi əhatə edir. Hansı ki Allah Teala buyurur ki: "Və men lem yahkum bima enzelallah fe ulaike humul kafirun." Kim Allah'ın nazil ettiği ile hüküm vermezse onlar kafirlerdirler. Bu ayette dedik ki Allahu Teala iki tane ümumilik qeyd ve Arap dilinden de açık aydın olarak bilinen bir meseledir ki mən sözü, keliməsi ərəb dilində mən, yəni kim və mən ləm yəhkum, kim hökm verməzsə bimə ənzəlallah, Allahın nazil etdiyi ilə. Burada dedik ki, mən sözündə, yəni kim sözündə ümumilik var və bu ümumilik hər bir kəsə aiddir. Bu ümumilik hər bir kəsə aiddir. Əgər bir kimsə ki, bu ümumiliyi xüsusiləşdirir, bu ayədəki həmin sözü ümumilikdən çıxardır, xüsusiləşdirir, müəyyən tayfaya aid eləyir və dedik ki, onun heç bir dəlili yoxdur. Heç bir dəlili yoxdur ki, həmin ayədə xüsusiləşdirsin ki, bu ayədə qəsd olunanlar hakimlərdir. Bu ayədə qəsd olunanlar əmirlərdir. Deməli, bu ayədə ümumidir. Hər bir kəsə aiddir. Kim ki, Allah'ın nazil ettiği ile hüküm vermezse. Hər birimizə aiddir. Deməli, burada xüsusiləşdirməyə heç bir dəlil yoxdur. Necə ki, öz dilimizdə də götürmüşdük ki, öz dilimizdə də deyiləndə ki, kim belə edərsə, onun mükafatı budur. Kimsə istisna oldu, xeyr. Ümumidir. Və həmçinin də bu ayədə də eyni formada kim Allah'ın nazil etdiği ilə hüküm verməzsə, xüsusiləşdirmə heç bir şey yoxdur ki, müəyyən tayfa olsun, başqaları olmasın. Hər bir kəsə aiddir. Və həmçinin ikinci ümumilik götürmüşdük ayədən ki, bimə ənzəlallah sözündə burada mə ədatı, hansı ki ona mevsulə deyilir, hansı ki bunu da ümumi kimi qəbul olunur. Ərəb dilində bu da ümumilik ədatlarındandır ki, ümumi olaraq qəbul olunur ki, Allah'ın nazil etdiyi hər hansı bir şey. Hər bir nazil etdiyi şey bura daxildir. Allah'ın bütün əmirləri bura daxildir və bütün qadağaları bura daxildir. Allah'ın əmr etdiyi bütün əmirlər Allah'ın nazil etdiyidir. Allah'ın qadağan etdiyi bütün qadağalar da yenə Allah'ın nazil etdiyidir. Ondan çəkinilməlidir. Hər bir şey, həm dövlətin hökmləri bura daxildir və həmçinin müəyyən şəxslərin özlərinin üzərinə düşən vaciblər, əmirlər var, onlar daxildir və həmçinin qadağalar var, onlar daxildir. Necə ki, müəyyən misallar çəkildi. Hətta insanın, deyək ki, balağını topuqdan aşağı salmasına qadağan var. Kim ki, balağını topuqdan aşağı buraxırsa, və bu insan Allah'ın hökmü ilə hökm verməmişdir. Və həmçinin insanın saqqalı əmr olunubsa və bunu bilirsə ki, bu Allah-u Teala tərəfindən əmirdir və bunu əgər əməl eləmirsə, yəni Allah'ın hökmü ilə üzərində hökm verməmişdir. Və həmçinin bir insan ailəsində iki övladı arasında adil deyilsə, yenə Allah'ın hökmü ilə hökm verməmişdir. Və həmçinin hakim, Allah'ın
hükmü ilə hökm vermədikdə, yenə Allahın hökmü ilə hökm verilməmişdir. Bura ümumidir. Bütün Allahın nazil etdikləri daxildir. Və kim ki xüsusiləşdirər ki, dövlətin hökmlərindən söhbət gedir, əmirlərin verdiyi hökmlər, hansı ki Allah-u Teala onlara müəyyən hökmlər verib ki, onlar dövlət idarəsində, insanları idarə edəndə hökm verir, onlara aiddir, ancaq başqalarına aid deyil. Bu özü, bu etiqadı ilə bunu deyən insan özü Allahın hökmü ilə hökm verməmişdir. Bunu deyən özü elə Allahın hökmü ilə hökm verməmişdir. Nəyə görə? Çünki bu Allahın ümumiləşdirdiyi bir şeyi xüsusiləşdirməkdir. Müəyyən kəslərlə xaslaşdırmaq və yaxud da müəyyən hökmlərlə xaslaşdırmaqdır. Bu özü elə Allahın hökmü ilə hökm vermək deyil. Və sonra da həmin ayədə gələn küfrün mənası götürmüşdük ki, Əhl-i Sünnə vəl Cəmaədə bu küfür iki dənə küfrü əhatə eləyir. Hökm verənin, hökm edənin halına qayıdaraq. Hökm verənin halına qayıdaraq. Ola bilər ki, kiçik küfür olsun, ola bilər ki, böyük küfür olsun. Ayənin özündə zahirən qəsd olunan kiçik küfürdür. Necə ki, İbn Abbas radiyallahu anhumadan nəqillər götürdük bu barədə. İbn Abbas radiyallahu anhumadan bu barədə soruşanda deyir ki, bu sizin başa düşdüyünüz böyük küfür deyil. Bu, böyük küfrün aşağısında olan kiçik küfürdür. Lakin ondan sonra götürdük ki, bunun mənası nə vaxt böyük küfür olur? O vaxt ki, o insan Allahın hökmünü bildiği halda ki, bu Allahın hökmüdür. Və ondan sonra onu Allahın hökmünü qəbul etmədən inkar edərək və həmçinin də halallaşdıraraq Allahın hökmündən başqa bir hökmü halallaşdıraraq götürər, onu hökm eləyərsə, Allahın hökmünü kənara atarsa, bu zaman insan böyük küfür etmiş olur. Və bugün də inşallah həmin ayənin təfsirində bəzi nəqillər götürəcək inşallah. İlk öncə Muhammed Əmin Şinqiti rahimehullah, hansı ki məşhur təfsir alimlərindən olub, onun məşhur kitabı var, Advaul Bəyan kitabı. Həmin kitabda Muhammed Əmin Şinqiti rahimehullah bu barədə buyurur ki, deyir ki, fəl-əyətu əmmətun alə həzə qalə İbn Məsud vəl-Həsən. Deyir ki, ayə ümumidir. Yenə Şinqiti rahimehullah da qeyd edir ki, ayə ümumidir. Və bunu İbn Məsud radiyallahu anhuma demiştir və həmçində Həsən el-Basri rahimehullah demiştir ki, hiyə əmmətun fi kulli mən ləm yəhkum bimə ənzərəllah minəl muslimin vəl-yəhud vəl-kuffar. Deyir ki, bu ümumidir. Müsəlmanlardan, Yahudilərdən, kafirlərdən hər bir kəsə aiddir. Ki, onlar ki, bütün Allahın nazil etdiyi ilə hökm verməyənlərə aiddir. Yəni, o vaxt böyük küfür olur. Mu'təqidən dəlikə və müstəhillən ləhu. Etiqad eləyərsə ki, bu Allahın hökmündə deyil, bildiyi halda onu inkar eləyər və həmçində Allahın hökmündə olmayan bir şeyi Allahın hökmünün əvəzinə hökm verər və onu halallaşdırarsa, bu zaman böyük küfür etmiş olur, deyir Şinqiti rahimehullah. Sonra Şinqiti rahimehullah deyir ki, فَأَمَّا مَنْ فَعَلَ ذَٰلِكَ. Amma kim bunu edərsə, وَهُوَ مُعْتَقِدٌ أَنَّهُ مُرْتَكِبٌ مُحَرَّمًا فَهُوَ مِنْ فُسَّاقِ الْمُسْلِمِينَ. Və kim bunu eləyər və bilərsə ki, o haram bir iş edir, yəni Allahın hökmü ilə hökm vermir, o deyir ki, müsəlmanların fasiqlərindəndir. Və əmruhu ilallahi teala. Onun əmri, onun işi Allaha aiddir. İnşəə əzzəbəhu və inşəə ğafara lehu. Əgər onu istəsə əzab verər, istəsə də onu bağışlayar. Və sonra şeyh buyurur ki, və əhlüs sünnə rahimehumullahu teala yanquluna suratan minəs-suvar yakunu fihəl hukmu bighayri ma ənzəlallah kufran ekber yanqulu anil millah. Və deyir ki, əhlüs sünnə vəl cəmaə rahimehumullah bir surət nəql edirlər. Deyirlər ki, bir forma var ki, hansı ki o formada insan əgər Allahın nazil etdiyi ilə hökm verməzsə, o zaman dindən çıxmış sayılır. O formada Allahın nazil etdiyi ilə hökm verməzsə, o zaman dindən çıxmış olur. Fəl-aslu ennəl hukmu bighayri ma ənzəlallah ennehu kufrun dune kufur. Əsl budur ki, Allahın nazil etdiyindən başqa bir şeylə hökm vermək, deyir ki, kiçik küfürdür. Böyük küfrün altında olan bir küfürdür. Necə ki, İbn Abbas radiyallahu anhumadan ən səhih bir isnadla götürmüşdük ki, İbn Abbas radiyallahu anhuma belə deyir. İllə ennə hədihi surə tudxilə sahibəhə fil küfrül əkbar. Lakin bir surət, hansı ki bu surət var ki, bir forma var ki, o zaman insan böyük küfür sahibi olur. O zaman insan böyük küfür sahibi olur və İslam dairəsindən çıxır, kafir olur. Və sonra şeyh buyurur ki, və qəblə itiyani surə, bu formanı, bu surəti deməmişdən əvvəl, deyirəm ki, innəl hukmə fi hədihi surə bit təkfir, ey bil küfrül əkbar, leysə xasən fi hədihil məsələ əl hukmü bi qeyri mə ənzəlallah, bəl hiyə əmmətun fi cəmi'il məsail.
تلك الصور التي أشرنا إليها هي ما إذا كان حكم الشخص بغير ما أنزل الله مستحلا لذلك أو جاحدا به. Deyir ki, bu surədə qeyd olunan ki, hansı ki bu surət, hansı ki bu formanı qeyd eləyəcəm ki, insan o zaman dindən çıxır, kafir olur. Deyir ki, bu xas olaraq hökmlərə aid olan bir şey deyil. Bütün şəriətin məsələlərinə aiddir. Şəriətin bütün məsələlərinə ümumidir. Bütün şəriətin məsələlərinə aiddir. Əgər insan şəriətin məsələlərindən hər hansı bir şey bilər və onu inkar eləyərsə və onun əksini halallaşdırarsa, o zaman o insan dindən çıxır. Bu surətə o da daxildir. Və sonra deyir ki, وَهَذَا كَمَا لَوْ جَحَدَ حَدَّ الزِّنَا. Əgər bir insan zinanın həddini inkar eləyər. اَوْ وَقَعَ فِيهِ مُسْتَحِلًّا لَهُ və yaxud da onu halal görərək zina eləyər. Əv istəhəlləhu li nəfsihi, əv əhəlləhu li qeyrihi. Və yaxud da o zinanı özü üçün halal sayar. Və yaxud da onu başqası üçün halal sayar. Yəni onun haram olduğunu bildiyi halda. Fəqaləhu və halalun leysə haram. Bildiyi halda ki Allah tərəfindən haram buyurulub, bu deyir ki xeyr, o halaldır, haram deyil. Və həmçinin və dəlikə yuqalu fi şurbil xamr. Və həmçinin də içki içməkdə, sərxoş edici içkilər içən insan əgər onun haramlığını bildiyi halda və hansı ki bilir ki bu şəriətdən bilinən açıq aydın bir şeydir ki haramdır, bildiyi halda əgər onu halallaşdırarsa o zaman yenə o dindən çıxmış sayılır və beləcə dindən zəruri bilinən hər bir şey ki hansı ki onu bilir ki bu şey haramdır, əgər onu halallaşdırarsa o zaman insan dindən çıxır. Deməli bu surət hansı surətdir ki, hansı formadır ki, Əhl-i-Sünnə vəl-Cəmaə ona görə kafir sayır, böyük küfür sayır. O vaxt ki, insan həmin Allahın nazil etdiyi hər hansı bir şeyi dəyişir, onu başqası ilə əvəz edir. Allahın nazil etdiyi ilə hüküm vermir, Allahın nazil etdiyini qəbul eləmir, inkar edir və onun əksini halal sayır, bildiyi halda. Və sonra buyurur ki, Tabari rahimehullah da təfsirində bu mənanı açıqlamışdır. Və buyurur ki, وَكَذَلِكَ الْقَوْلُ فِي كُلِّ مَنْ لَمْ يَحْكُمْ مَا أَنْزَلَ اللّٰهِ جَاحِدًا بِهِ هُوَ بِاللّٰهِ كَافِرٌ. Kəmə qal İbn Abbas. Və həmçinin də Allahın nazil etdiyi ilə hökm verməyəndə onu inkar edərək, Allahın nazil etdiyini bildiyi halda inkar edərək deyir ki, onunla hökm verməyən o Allaha küfr etmişdir. Kəmə qal İbn Abbas. Necə ki İbn Abbas radiyallahu anh demiştir. لِأَنَّهُ بِجُحُودِهِ حُكْمَ اللّٰهِ بَعْدَ إِلْمِهِ أَنَّهُ أَنْزَلَهُ فِي كِتَابِهِ. Çünkü o Allah'ın öz kitabında nazil ettiğini bildikten sonra inkar ettiğine göre necə ki İbn Abbas deyir ki o kafir sayılır. نَظِيرُ جُحُودُ نُبُوَّةِ نَبِيهِ بَعْدَ إِلْمِهِ أَنَّهُ نَبِيهِ. Həmçinin necə ki bir insan Peyğəmbər sallallahu aleyhi və səlləmin peyğəmbərliyini bildiyi halda onun peyğəmbərliyi inkar edir. Bu formadadır. Eyni ilə başqa hökmləri bildiyi halda onları inkar edərsə. Və sonra buyurur ki Şeyxülislam İbn Teymiyyə rahimehullah Mecmu Fetavada deyir ki وَالْاِنْسَانِ مَتَى حَلَّلَ الْحَرَامَ الْمُجْمَعْ عَلَيْهِ اَوْ حَرَّمَ الْحَلَالَ الْمُجْمَعْ عَلَيْهِ. İnsan nə vaxt icma olunmuş bir haramı, hansı ki üzərində icma olunub ki bu haramdır, onu halallaşdırarsa və yaxud da bir şey ki icma olunub ki bu halaldır, onu haramlaşdırarsa əv bəddələ şər'əl mucmə aleyhi və həmçinin də icma olunan bir şəriəti dəyişərsə kənə kafirən murtəddən bittifaqil fuqaha və deyir ki o fəqihlərin ittifaqı ilə kafirdir, mürtəddir, dindən çıxmışdır. Fi misli həzə nəzələ qavluhu alə əhədil qavleyn və bu barədə də deyir ki Allah-u Teala'nın bu sözü nazil olmuşdur. Və mən ləm yəhkum bimə ənzəlallah fə uləikə humul kafirun. Kim Allah'ın nazil etdiyi ilə hüküm verməzsə onlar kafirlərdirlər. Sonra İbn Teymiyyə rahimehullah bu ayədən sonra deyir ki ey yəni huvel mustahillu lil hukmi bi qeyri mə ənzəlallah. Deyir ki o Allah'ın nazil etdiyi ilə yəni Allah'ın nazil etdiyindən başqa hökmləri halallaştırandır. Deyir ki o Allah'ın nazil etdiyindən başqa hökmləri halallaştırandır. Burada İbn Teymiyyə rahimehullah'ın sözü qutarır. Və İbn Teymiyyə rahimehullah'ın açıq aydın bu formada dediyi sözlər çoxdur. Hansı ki istihlal, cuhud mənasında, yəni halal görməlidir və həmçinin inkar etməlidir bildikdən sonra, ondan sonra insan dindən çıxmış sayılır. Yox, əgər halal görmür və onu inkar etmir, sadəcə əməlində, əməli olaraq
yani Allah'ın hükmüyle hüküm vermir, Allah'ın hükmünden başka hükümden hüküm verir, o zaman o İbn Abbas radıyallahu anh'ın dediği kimi küçük küfürdür. Ve bundan daha açık aydın söz, necə ki biz dersin evvelinde, geçen dersin evvelinde qeyd eləmişdik İbn Qayyim rahimehullah'ın sözü. Daha açık aydın olan söz İbn Qayyim rahimehullah'ın Medaricus Salik'in kitabındaki sözüdür ki, deyir ki "Ves-sahih ennel hukme bi gayri ma enzelallah yetenavelul küfreyn." Deyir ki sahih olan budur ki Allah'ın nazil ettiğinden başka bir şeyle hüküm vermek iki küfrü özünde əhatə eləyir. El-asgar vel-ekber bihasabi halil hakim. Böyük ve küçük iki küfrü özünde əhatə eləyir. Bu da qayıdır hüküm edenin halına. Hüküm edenin halı necədir? Sadece əməli olarak hüküm edirsə, o küçük küfürdür. Yok, bildiği halda inkar edir ve Allah'ın hükmünden başka bir hükmü halallaştırırsa o zaman büyük küfre düşüyor. فَاِنَّهُ اِنْ اِعْتَقَدَ وُجُودَ الْحُكْمِ بِمَا أَنْزَلَ اللّٰهِ فِي هَذِهِ الْوَاقِعَةِ وَعَدَلَ عَنْهُ إِسْيَانًا لِأَنَّهُ مَا اعْتِرَافِ بِأَنَّهُ مُسْتَحِقٌ لِلْعِقُوبَةِ فَهَذَا كُفْرٌ أَصْغَرٌ. Ve diyor ki eğer o bilerse, itikad ederse ki Allah'ın nazil ettiğiyle hüküm vermesi vacibdir ve ondan asilik ederek kenara çıkarsa, Allah'ın hükmüyle hüküm vermezse, çünkü o itiraf edir ki bu Allah'ın hükmüne hüküm vermedikte artık cezaya layıktır diye bu zaman küçük küfür olur. Ve en i'tekada ennehu gayru vacibin ve eğer itikad ederse ki vacip değil, aksine o seçim karşısındadır. Allah'ın hükmünü reddedebilir, Allah'ın hükmüne hüküm vermeyebilir ve fehâzâ kufrun ekber. Bu büyük küfürdür. Ve sonra buyurur ki ve in cehilehu ve ahta'ahu fehâzâ muhti'un lehu hukmul muhti'in. Diyor ki eğer bu insan cahil olarsa, bu emelinde de cahil olarsa ve hata ederse ve bu insanın hükmü hata edenlerin hükmüdür. Hata edenler de kimlerdi? Bilmeden hata edenlerdi, günah edenlerdi. Hansı ki o barədə də Allah Teala Kur'an-ı Kerim'de buyurmuştur ki onlar bağışlanırlar. Necə ki Peygamber sallallahu aleyhi ve sellem hadisinde de buyurduğu kimi. وَالْمَنْقُولَ عَنِ السَّلَفْ رَحِمَهُمُ اللّٰهِ فِي هَذَا الْبَابِ كَثِيرٌ جِدًّا. Doğru Şeyh buyurur ki bu mevzuda, bu babda seleflerden Allah onlara rahmet etsin, bu barədə nəqillər çoxdur. Oldukça çoxdur. نَقْتَتُرُ عَلَى ذَٰلِكَ فَلَا يَهُولَنَّكَ eyyuhes sunniyyu min itlaq lafzil murci'ati ala men qala zalik. Ve bu barədə deyir ki, nəqillər çoxdur ve biz sadece bunlarla kifayetlenirik. Eydir ki, sünnə üzerinde olan insan bəzilərinin bu görüşü götürerek və yaxud da bəzilərinin bu görüşü diyenlere, bu etiqadı, bu görüşü hansı ki ümmətin icma elədiyi, əhl-i sünnənin icma elədiyi bir məsələni, ittifak elədiyi bir məsələni deyənlərə murciye deyənlər səni narahat eləməsin. Peki feinnehu qavlu əhl-i sünnə rahimehumullahu teala. Çünkü bu əhl-i sünnə, Allah onlara rahmet etsin, əhl-i sünnənin sözüdür. Fehum yec'alunel hukme bi gayri ma enzelallah yetenavelul küfreyn. Ve yine tekrarlayır. Əhl-i sünnə vel cema'a Allah'ın nazil ettiğinden başka bir şeyle hüküm vermek deyirlər ki iki küfrü özünde əhatə edir. Böyük küfür, küçük küfür. Ne vaxt böyük küfür olur? O vaxt Allah'ın nazil ettiği hükmü bilir ve bilir ki bu Allah tarafından nazil olan hükümdür. O ilə hüküm verməlidir, lakin inkar edir ve onun əksini halallaştırır ve Allah'ın hükmüne hüküm vermir. Bu zaman böyük küfür olur. Yok eğer o insan Allah'ın nazil ettiği hükümle hüküm vermeyin lazım olduğunu bilir, lakin inkar etmir Allah'ın hükmünü ve Allah'ın hükmünden başkasını halallaştırmır, sadece əməli olarak Allah'ın hükmüyle hüküm vermir, bu zaman küçük küfürdür. Ayeden de esil olan budur. Necə ki İbn Abbas radıyallahu anhuma demiştir ki bu sizin bildiğiniz Allah'ı inkar etmek veyahut da Allah'a küfür etmek değildir. Sadece küçük küfürdür. Büyük küfrün altında olan küfrün dune küfür, yani büyük küfrün aşağısında olan küfürdür. Ve sonra şeyh buyurur ki bununla kifayetlenirik, yani nəqillər baxımından, alimlerin sözleri baxımından. Və bəqiyə hunəkə ba'du şübhəhu ləti tərid. Və qaldı bəzi deyir ki, əsas bəzi bir neçə şübhə var. Hansı ki o şübhələri gətirirlər və o şübhələrə cavab. Deyir ki, ənnə ba'dan nəs yəhtəccu bi kələmil İmam İshaq ibn Rahoya rahiməhullah. Deyir, bəzi insanlar İshaq ibn Rahoya rahiməhullahın sözü ilə hüccət gətirirlər. Hansı ki İshaq ibn Rahoyanın sözünü də İbn Abdülber rahimehullah Temhid kitabında getirmişti ve həmçinin Şeyhülislam İbn Teymiyyə rahimehullah da Salimul Meslul kitabında getirmişti. Gəlin baxaq hansı ki onların getirdiği İshaq ibn Rahoyanın sözü nədir? Ki onlar bunu hüccət gətirirlər ki İshaq ibn Rahoya belə demiştir.
İshak İbn Rahuya deyir ki: "Və qad ecma'al muslimuna enne men sebbe nebiyyen min enbiya'illah." Deyir ki, artıq müsəlmanlar icma ediblər ki, kim Allahın peyğəmbərlərindən bir peyğəmbəri söyərsə, əv səbbə Rasulallahi aleyhissalatu vesselam və həmçinin Allahın elçisi və yaxud da Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləmi söyər, əv dəfəə şeyən mimmə ənzəlallah və yaxud da Allahın nazil etdiyi şeylərdən nəyisə dəf edər, yəni rədd edərsə, əv qətələ nəbiyyən min ənbiyaillah və yaxud da Allahın peyğəmbərlərindən hansısa bir peyğəmbəri öldürərsə, ennehu kafirun bizalika ve in kana muqirran bima enzelallah. Bu insan deyir ki, hətta Allahın nazil etdiklərini təsdiqləsə belə bu etdiyi şeylə nədir? Kafirdir. Və hədəl kələm min İshaq rahimehullah, sonra şeyx açıqlayır. Deyir ki, İshaq rahimehullahın bu sözü haqqun la miryete fihi. Haqdır, bunda şübhə yoxdur. Və la yuxalifu fihi ahadun min ehlil ilm. İlm əhlindən də heç kim buna müxalif deyildir. Rahimehumullahu rahmeten vasi'a. Velakin men istedelle bihi ala tekfiril hakim bi gayri ma enzelallah. Lakin kim bu sözü götürerek Allah'ın nazil ettiği hükümden başka bir hüküm veren hakimi tekfir ederse fakat ahta'a ve lem yefhem kelame İshak rahimehullah ve o artık hata etmiştir ve İshak İbn Rahuya rahimehullah'ın sözünü başa düşmemiştir. Ve kelam İshak ve həmçinin İshaq rahimehullah'ın sözünü ise Şeyh deyir ki, Şeyh Allame Abdullah İbn Şeyh İslam Muhammed İbn Abdülvahhab rahimehullah. Muhammed İbn Abdülvahhab rahimehullah'ın oğlu Abdullah rahimehullah bu İshaq rahimehullah'ın sözünü açıklamıştır. Fikir verin. Şeyh Abdullah İbni Muhammed İbn Abdülvahhab. Muhammed İbn Abdülvahhab'ın oğlu Abdullah rahimehullah Şeyh İshaq İbn Rahuya'nın sözünü açıklamıştır. Deyir ki, ve ma'na kavli İshaq rahimehullah. Deyir ki, İshaq'ın rahimehullah'ın sözünün manası budur ki, ev defa'a şey'en mimme enzelallah. O insan ki Allah'ın nazil ettiğinden bir şeyi def eder, reddeder, yani yedfa'u ve yeruddu şey'en mimme enzelallah fi kitabihi ev ala lisan rasulihi minel faraid. O kes ki Allah'ın kitabında nazil ettiği her hansı bir şeyi veyahut da Peygamberi Muhammed sallallahu aleyhi ve sellemin dilinde buyurduğu her hansı bir ferzi reddeliyer. Def eliyer, yani reddeliyer. Evl vacibat. Olabilir bu vacibler de olsun. Olabilir sünneler olsun, müstehebler olsun. Ya'rifu ennallaha enzelehu fi kitabihi. Dikkat edin. Fikir verin şeyh ne diyor? Diyor ki o kes ki bilir ki Allah bunu kitabında nazil edip Kur'an'da ve sünnede, Allah'ın kitabı diyende ümumilikte Kur'an ve sünne başa düşülür. Allah bu vacibi kitabında nazil edip veyahut da bu müstehebbi kitabında nazil edip veyahut da bu sünneni hansı bir əməli kitabında, şəriətində buyurup ve bu insan ise bunu bildiği halda def eləyir. Bunda heç kim ixtilaf eləməyib. İshaq rahimehullah'ın sözünü getirirler ki hakimleri tekfir edirlər. Ama İshaq rahimehullah'ın sözünün mənası budur. Ki o insan bilir ki Allah tərəfindən nazil olup bildikten sonra def eləyir. Rədd eləyir. Necə ki bunu Abdullah İbni Muhammed İbni Abdülvahhab rahimehullah açıklamıştır. Ev emara bihi Resulullah sallallahu aleyhi ve sellem ev neha anhu. Veyahut da elə bir əməl ki onu Peygamber sallallahu aleyhi ve sellem emredip veyahut da ondan çekindirip thumme defa'hu ba'de zalik. Sonra bunu bildikten sonra bunu def edir. Fehuve kafirun murted. Bu insan kafirdir, mürteddir, dinden çıkmıştır. Ve in kana muqirran bi kulli ma enzelallah mineş-şer. Hatta bu insan Allah'ın nazil ettiği şeriyetten her şeyi təsdiqləsə belə, her şeyi təsdiqləyir. Aydındır. Bir dənə əməli Allah'ın nazil ettiğini bildiği halda reddedir, inkar edir. Bildiği halda. Dikkat edin. Allah'ın nazil ettiğini bildiği halda inkar edir. Misal için içkinin haram olması. Olabilir bu insan hatta içki de içmir. En zahid insandır. Emelleri, ibadetleri de var. Allah tarafından ayeyle bilir ki bu içki haramdır. Ve bunu bildikten sonra bu içkini reddedir. Yani haramlığını reddedir. Def eləyir. Hatta onu içmese bile bildiği halda reddedildiğine göre ne kadar emel eliyle olsun kafirdir. Aydındır. Niye? Çünkü bu Allah'ın şeriatinden bilinen bir şeyi, delille bilinen bir şeyi özü de bildiği halda reddelemiştir. İshaq rahimehullah'ın sözünün manası budur. Ve diyor ki ma enzelallah ve in kana muqirran bi kulli ma enzelallah, hatta Allahu Teala'nın nazil ettiği, şeriatinden nazil ettiği her bir şeyi inkar etse bile. Ondan sonra bir فَاِذَا كَانَ مَنْ اَنْكَرَ النَّهْيَ عَنِ الْاَكْلِ بِالشِّمَالِ. Ve böylelikle eğer bir insan
sol əllə yeməyi inkar eləyərsə, sol əllə yeməyin qadağan olmasını inkar eləyərsə və yaxud da paltarı, isbalı uzatmağın qadağan olmasını inkar eləyərsə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bunu qadağan etməyib, bildiyi halda bunları inkar edərsə, fəhuve kafirun murtad və in kana min a'badin nas və azhadihim. İnsanların ən abidi, ən zahidi olsa belə bu şeyləri bildiyi halda inkar eləsə, o deyir ki, mürtəddir, kafirdir. Sadəcə diqqət eləyin, bildiyi halda. Aydındır? Bildiyi halda. İnsan ola bilər ki, görərsən ki, şəriətdən nəyisə inkar eləyir. Tələsmə. Gör ki, o bilir yoxsa yox. Bildiyi halda olarsa o zaman onun hökmü kafir olur. Amma bildiyi halda deyilsə ona bildirmək lazımdır. Bildirdikdən sonra gözəl şəkildə, şəriətdə buyurulan formada, açıq aydın dəlillərlə bildirdikdən sonra məsələ ixtilaflı bir məsələ deyilsə, çünki ixtilafın özü də təkfir eləməyə manidir. Aydındır, elə bir məsələ ola bilər ki, ixtilaflı məsələdir. Bildiyi halda inkar edərsə, aydındır, o zaman kafir sayılır. Və yaxud da elə bir məsələ ola bilər ki, sən o əməlin filan hədisə görə haram olduğunu bilirsən. Müəyyən bir əməldir. Filan hədisə görə haram olduğunu bilirsən. Bu insan o əməli rədd edir. Deyir ki, yox, haram deyil, halaldır. Araşdırırsan ki, bu niyə halal deyir buna? Sən bunu birbaşa təkfir eləsən ki, bu insan Allahın haram buyurduğunu halallaşdırdı. Amma mən bilirəm ki, bu hədislə haram buyurulub. Sən araşdırırsan, görərsən ki, bu hansısa alimin sözünü gətirər ki, filan imama görə, filan alimə görə bu hədis zəifdir. Əgər bu insan bu hədisin zəif olmasını hansısa alimə görə təqlid edib, zəif olması görüşündədir, buna görə onu haram sayırsa, bunu təkfir edə bilməzsən. Aydındır? Təkfir edə bilməzsən. Çünki bu insan həmin əməli əslən zəif görür, həmin hədisi zəif görür. Ona görə də bu əməli haram olduğunu etiqad eləmir. Sən necə bunu təkfir edə bilərsən? Xüsusən də bunun əlində hansısa alimin sözü var. Ona görə məsələ çox incə və çox dəqiq məsələlərdir. Təkfir məsələsində buna görə deyilir ki, insan tələsməməlidir. Aydındır, qardaşlar? Yəni, buna görə deyilir ki, insan tələsməməlidir. Çox, yəni, gözləməyə ehtiyac var. Gözləməyə, araşdırmağa, alimlərə qayıtmağa, elm əhlinə qayıtmağa ehtiyac vardır. Və sonra şeyx buyurur ki, وَهُنَاكَ أَمْرٌ آخَرْ وَهُوَ التَّفْرِيقُ بَيْنَ الْحُكْمِ بغير ما أنزل الله في مسألة أو بين مسألتين أو ثلاث فما صحة هذا التفريق. Sonra deyir ki, başqa bir dənə məsələ var. Bu da mühüm şübhələrdəndir bu məsələdə. Deyirlər ki, əgər bir hakim çoxluq olaraq Allahın hökmünə hökm verirsə, bir neçə dənə hökmdə Allahın hökmünə hökm vermirsə, İbn Abbasın sözü buna aiddir. Çünki bu çoxluq olaraq, əsas olaraq Allahın hökmünə hökm verir. Aydındır, diqqət edin. Deyir ki, bir hakim çoxluq olaraq Allahın hökmünə hökm verir. Allahın hökmünə hökm verəndir. Lakin bir neçə dənə hökmdə, 3 dənə, 5 dənə hökmdə Allahın hökmünə hökm vermir. Bunu ona görə biz kafir saymırıq. Lakin başqa bir hakim bütün əməllərdə Allahın hökmünə hökm vermədiyinə görə biz onu kafir sayırıq. Belə bir ayırmaya heç bir dəlil yoxdur. Və alimlərdən də, əhl-i sünnə alimlərindən də heç bir söz yoxdur. Yaxşı, gəlin belə götürək. Əgər bir insan desə ki, mən bir insan ki, o hakim və yaxud da bir insan ki, Allahın hökmü ilə hökm verir, sadəcə bir neçə hökmlərdə əgər Allahın hökmünə hökm vermirsə, mən onu təkfir eləmirəm. Yaxşı, sənin təkfiri həddin nə vaxtdır? 3də 1-dən sonra başlayır, 5də 1-dən sonra başlayır və yaxud da yarısından sonra başlayır. Harada da o nisbət? Hansı dəlildədir nisbət ki, hakim 5də 1-ə qədər hökm versə, mən təkfir eləmirəm. Ondan çox eləsə, təkfir edirəm. Və yaxud da yarısına qədər Allahın hökmünə hökm versə, yarısını verməsə, təkfir edirəm və yaxud da təkfir eləmirəm. Yəni, bu fərqləndirmə hardandır? Heç bir dəlil yoxdur. Diqqət edin. Çünki bunu gətirirlər. Əsas gətirdikləri şeylərdən biri də deyirlər ki, biz filan hakimləri təkfir eləmirik, filan kəsləri təkfir edirik. Çünki filan kəslər Allahın hökmünə hökm verirlər. Sadəcə bəzi hökmlər Allahın hökmü ilə deyil. Ona görə də onları təkfir eləmirik. Amma filan kəslər, əksər hökmlər Allahın hökmü ilə deyil. Və yaxud da bütün hökmlər Allahın hökmü ilə deyil. Biz onları təkfir edirik. İndi şeyx nə deyir? Deyir, ət-təfriqu həzə leysə aleyhi əsarətun min elm. Deyir ki, bu formada ayırmağa, deyir ki, elmdən heç bir əsas yoxdur.
Elmdən bu ayırmağa heç bir əsas yoxdur. Və umumul ayə yerfuduhu. Ayənin özü ümumilikdə bunu dəf eləyir. Ayənin özü ümumilikdə belə dəf eləyir. Biz özümüz danışdıq, bayaq elədik ki, ola bilər ki, ən zahid bir insan olsun, bütün əməllər yerində olan bir insan olsun, Allahın şəriətindən əmr olunan bir şeyin əmr olunduğunu bildiyi halda inkar eləsə, birdən əməl olsa belə o dindən çıxır. Aydındır? Deməli, biz əhl-i sünnə olaraq məsələni bilib inkar etməyə və halallaşdırmağa qaytarırıq. İstəyir bir məsələ olsun, istəyir iki məsələ, istəyir 5, istəyir 50% olsun, istəyir hamısı olsun. Aydındır? İnkar etmək, halallaşdırmağa qaytarırıq. Belə olanda artıq sən məsələni yerinə qoya bilirsən. Amma o bir formada götürəndə ki, mən bir neçəsini Allahın hökmünə hökm vermirsə, təkfir eləmirəm, qalanları təkfir edirəm, onda sən ona tələb eləyə bilərsən ki, neçəsini 5 hökm, yaxşı 6 hökm verdi birisi. Allahın hökmünə hökm vermədi. Yox, 5-dən bir dənə artırsa kafirdir. Belə bir şey yoxdur. Buna heç bir elm əhlindən heç bir dəlil yoxdur və elmi bir söz də deyil bu əslən. Az bir elmi olan insanın danışdığı söz də deyil heç. Ona görə deyir ki, leysə aleyhi əthəratun min ilm. Elmdən deyir ki, bir iz yoxdur bu sözün üzərində, bu ayırmanın üzərində. Aydın oldu. Şeyx burada bir dənə misal çəkəcək. O misalla da inşallah aydınlaşacaq. Deyir ki, وَمَنْ خَصَّصَ وَفَرَّقَ بِمِثْلِ هَذَا التَّفْرِيقِ فَوَاجِبٌ عَلَيْهِ أَنْ يُبَيِّنَ بِالدَّلِيلِ الْوَاضِحِ الصَّحِيحِ الصَّرِيحِ. Kimdir ki, fərqləndirərsə, ayırarsa ki, belə hökm verənləri təkfir edirəm, belə verənləri təkfir emirəm, deyir ki, ona tələb olunur ki, açıq aydın bir dəlil getsin. Belə bir dəlil də yoxdur. Əmmə mən fərrəqə və xassası bi mücərrədi rəyihi və istihsəni fəhədə la ibrətə bihi. Amma kim ki, ortaya çıxar, öz gözəlləşdirməsi ilə bu rəyi, öz gözəlləşdirməsi ilə belə bir rəy irəli sürərsə, bunda heç bir ibrət yoxdur. Buna heç çevrilmirik, baxmırıq. Və sonra şeyx deyir ki, və ənə əzquru suratan min suvarin yetəcəllə fiyhə butlan hədihi şubhə. Diqqət eləyin. Deyir ki, mən sizə bir surəti açıqlayacağım, bir forma açıqlayacağım. Sizə deyir ki, bu şübhənin batilliyi üzə çıxacaq, aydınlaşacaq. Ki, bu şübhə necə batili bir şübhədir. Məsələn, rəculun təvəlləl qada'a və umruhu 30 əmən. Deyir ki, bir kişi onu təyin edilər qaziliyə, hökm verəcək. İnsanlar arasında qazilik edir. 30 yaşı var. Və bəqiyə fil qada 40 sənə məsələn. Deyir ki, məsələn, bu insan 40 il qazi işlədi. 40 il insanların arasında hökm verməklə məşğul oldu. Əfnəhə kulləhə fil hukmi beynəl mütəxasimeyni binəən alə mə yəxuduhu min rişən min əhədihim əv yəhkum binəən alə məhəbbətihi li əhədil xasmeyni əv li kərahətihi əv li adəvətin beynəhu və beynəl məhkum aleyhi. Diqqət edin. Deyir ki, bu 40 il hökmünü necə keçirir? Deyir ki, ya insanlardan götürdüyü rüşvətlərə görə öz nəfsinə hökm verir. Və yaxud da qohum əqrabasıdır, onun xeyrinə hökm verir. Və yaxud da buna düşməndir, bunun əleyhinə hökm verir. Başdan ayağa bütün hökmlər, 40 il, bütün hökmlər hamısı nəfsi iləndir. Bütün hökmlər nəfsinə uyub hökmlər verir. Aydındır. Lakin bu insan bilir ki, havasına uyub, nəfsinə uyub, Allahın hökmünə hökm verməliydi. Sadəcə rüşvətə görə, nəfsinə görə bu Allahın hökmünə hökm verməyib. Nəfsi ilə hökm verib. Yuqalu innehu kafirun billahi və ennehu murtadun an dinillahi celle və ala. Bunun haqqında deyilirmi ki, bu kafirdir və bu Allahın dinindən çıxmış bir mürtəddir. Və ennehu la yu'amalu muameletul muslimin. Bu insan müsəlmanların müamiləsi ilə müamilə olunmur. Belə mi deyilir? Hada la yaquluhu ehlus sünnə rahimehumullah teala və la ya'taqidunahu. Deyir ki, ehlus sünnə rahimehumullah bunu qətiyyən demirlər və bunu heç etiqad da eləmirlər. Və la yuqirruna men qalahu, hətta bunu deyəni təsdiqləmirlər. Haythu inna men qalahu, belə ki, kim bunu deyərsə, fe innehu minel xavaric ellezine yukaffiruna bizunubi ve's-seyyiat. Kim bunu deyərsə, o xavariclərdəndir, hansı ki, böyük günahlara görə təkfir edənlərdir. Çünki bu insan 40 il hökm versə də, yenə də hökmləri nələrdir? Böyük küfür deyil, günahlardır. Aydındır. Kiçik küfürdür. Və kiçik küfrə görə də insan təkfir olunmur. Böyük günahlardır. Bunlara görə də insan təkfir olunmur. Kim təkfir eləyərsə, aydındır, o insan deyir ki, xavariclərdəndir. Kim bunu deyərsə, xavariclərdəndir. Əhl-i sünnə vəl cəmaə belə bir şey etiqad
etmir. Sonra şeyx buyurur ki, sən bunu təkrardan oxu, yaxşı başa düşəsən. İnşallah yəqin ki, hamı yaxşı başa düşüb. Və sonunda şeyx buyurur ki, Allah Teala'dan istəyirəm ki, bizə haqqı hakimi göstərib ona tabi olanlardan etsin və Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyə bizi onunla ruziləndirsin və bizə ona müxalif olmaqdan bizi çəkindirsin. Bütün insanların ixtilaf etdiyi məsələlərdə Allah Teala bizi haqqa yönətsin. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm çoxlu dua eləyərdi. Ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, mənim qəlbimi sənin dinində sabit eylə. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazının istiftah duası, açılış duasında deyərdi ki, Allahümmə hdini li məxtulifə fihi minəl haqqi bi iznik, innəkə təhdi mən təşəv ilə sıradı müstəqim. Allahım, insanların ixtilaf etdiyi məsələlərdə sənin izninlə məni haqq olana hidayət eylə. Həqiqətən sən istədiyini doğru yola hidayət edənsən. Allahümmə qsim lənə min xəşiyyətikə mə təhulu bihi beynənə və beynə məsiyyətik və min taatikə mə tübəlliğunə bihi cənnətək. ومن اليقين ما تهون به علينا مصائب الدنيا ومتعنا اللهم بأسماعنا وأبصارنا وقواتنا أبدا ما أبقيتنا واجعله الوارث منا واجعل ثأرنا على من ظلمنا ولا تسلط علينا بذنوبنا من لا يخافك فينا ولا يرحمنا سبحانك اللهم وبحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك